Ümumiyyətlə söhbət əsnasında kimsə telefonla oynayırsa, mən o heç ləzzət eləmir. Mənim də. Ona görə yox ki, mənim telefonum bu dəqiqə kamera funksiyasına yerinə yetirir. Qətiyyən, mən də eyni şəkildə xoşlamıram. 100%. Çox təcili olanda başa düşürəm, hərdən bir bax 100% cavab verməz. Amma bu dəqiqə bunlar scroll edir də. Yəni. Scroll eləmirəm mən. Gör nə edirəm. 400 vermişəm, indi onu ala bilmirəm. 400-dən bizə çatacaq olmayacaqsa, o mənə maraqlı deyil. Sən mənə də çatacaq olmayacaq. Zakaz eləmişsən? Yox da, gəlsin, gəlir. Onu yanı bilmədim başda. Maltanın günəşi ayrıdır. Ola Yurda olsan, sarafatsız, ilan kimi buraları. Bizə necə öz oldu? Gedmişəm dənizə, bir gördüm ki, buram belə buram-buram. Soyulur. yox, adam yananda necə olur? Dayanan bir yerində. Ayıqı nəsə dəri yananda necə pörtüyür belə. Qısıldakı söz sevməmək üçün səni. Deyən. Kimi adatıram mən? 2 kapsentə Bıraxacağım. 10-cu dəqiqədə. Füzə bıraxacağım. Bıraxacağım. Bura oradan köpük yananda necə belə xırda birdən belə oldu. Məsələn, yanmışdım Malta. Niyə Malta? Zırılanma biraz. Nə? Niyə Malta? Malta yoxsa Malta? Malta. Malta. Türklər Malta deyirlər. Türklər Malta deyirlər. Malta, Malta deyirlər. Türklərdə yumşaq hal var. Yox, yumşaq var. var. Saat. Ulu ilə məncə onların nəsə Yumşaq hal. Çorbalardan toyuqla mərcidir. Toyuq. 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 Hə. Toyuq. Yeməyə nə var, mən ondan sonra qərar verəcəm. Yeməyə səbzi plov, bir də toyuq. Demişdin də sən. Yemişdim ha. Mən piraşki Çırpma yeyəcəm. yenə o sümüklüdür. Ha. Onda Hamı səbzi. Mən piraşki Belə yeyəcəm. çətindir. Piraşki yeyəsən. O deyil. 2 dənə piraşki. Piraşkisi var. Buranın bu boyda piraşkiləri var. Şurada yatma. Səbzi. 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 Elə ona da səbzi deyək. Ha, o keçən dəfə mən toyuq dedim ona, Bu qanqaratsız yedim. söhbət elədi yəni. Nədir? Şorbalar necə oldu? Bir dənə mərci, ham da toyuq. Dayan. Mərcid, sən sup demirsən. Bir Mən hələ demirəm. Hə, bre. 4 toyuq. Bəli. 5 dənə səbzi. Sizə də 2 dənə piraşki. 2 dənə piraşki, Yəni ayran deyəcək mən. qoyular, bir dənə də ayran. Amma bu piraşki nə temadır? Gətir, gəlir baxarsan. Dadına baxarsan. İstən 3 dənə deyək. Dəhşət bir şey deyil. Hə, onda başında. İsmi nə olsun? Kola. Kola. Ayran var. Kola. Ayran olur sizdə. Hər dəfəsi. Məncə qaqa sözü Toyuq videoya nə bax. temadır ki? Qaqaş özü videoya baxıb deyirsən. Məncə qabağına çıxmaz. Toyuq. Sümüklü belə toyuq verirlər, budzat. Evdə pişmiş kimi də. Filə zat vermirlər də elə bil ki. Bildiyin qanalı Bildiyin Gələ belə eləyər. Hə, əslən. Onu da əlim batır da. Əlini yuyursan sonra. mən Amma sevmirəm sup da ümumiyyətlə deyəcəm. əlimə bir Niyə şey batanda yeməyi. Yəni mən istəyəndə batmalıdır. Mən məcbur Bir dənə sabitdən su istəyirəm, axıltım olmayacaq. Nə sup deyilmən. Mən əlimi yuyuram həmişə yeməkdən qabaq. Yox, Əgər niyə çörəyə yuyuram? zdayımı var. Məsələn indi gəlib yuyacam. Getdi də o şey, getdi zakazı buldu. Bir dənə sup vursunlar, nə var? Su, üstündən piraşki. Mərci seçəcəm Mən mən. ayran. Keçən dəfə videoda sən nə deyir? Mərci üstünə bir dənə toyuq zad olsa belə, oranı heç qaçırmışıq. Toyuq Mən- nə alaka mərci? Mən şəklini göstərərəm o sənə. Ciddi mərci toyuqla deyə bir şey. Mən var. şey yadımdadır, dedi ki, pizzanın qıraqlarının artığı ilə mərcini batır. Yox, mərci söhbətində indi ondan əvvəl də orada mərci söhbətində deyir ki, mərci özü də üstündə toyuğu ilə zad bilməm. Mərci toyuq nə əlaqə? Ya mərci elə bir yerdən gəlir ki, orada toyuq yox. Oradan var elə yemək. Niyə yox? Şunu göstərərsən bizə. Göstərərəm. Adı Eminə nədir əziyyət bə? olar, editə də qoysun bu. Ya o Mən keçdi. qoymayacam. O deyimə bir dənə sup. Qarson. Mən əlimi yuyum gəlirəm. Mən işəməyim gəlir. Kəsərsən bunu. Kəsməyəcəm. Ala mikrofonu, nəsə ağlı elədi. Sən danış. Nə ilə gəl? Pasiv tətil elədin yoxsa aktiv? Mənim orada Emində dostum oradakı. Biraz belə çox iş həyatına fokuslanır. İş həyatına Hə, Maltadadır dostum. hə, orada yaşayır. Hə.
O İspandan yaşayır təsəvvür elə. Qardaş bu ikisinin də həyat tərzi İspanla yaşayır. İspan qız deyil də, oğlandır. Yox, birinci evlində desən İspaniyada yaşayır. Yox, sonra yox, qaldı. Maltada yaşayan İspanla Azərbaycanlı da İspanla yaşayır. Hə. Nəysə, bu ikisi də giriblər ancaq iş həyatına da. Yəni başqa bir şeylə məşğul deyil. Səbəb nədir? Qəşəng pul var, yoxsa necə? Pul gələcəyi fikirləşib həyat yaşayırlar, amma bu qədər də yoxdur oğlum. Yəni təsəvvür et, dənizə bir dənə yer var, gedib tullandığım o. Hə, görmüşəm. Ora mənim axırıncı 2 il qabaq gedib ora. Mənə elə getməyib. bilsən nə maraqlı gəldi? Maltada yaşayıb gələcəyə çox fikir eləmək biraz qəribədir. Yəni başını buraxmaq elə bir lazımdır. elə bir Hə. günəş Bir dənə mərci vurarsan da sən. Hə. Biraz günəş, dəniz Mərzin olan. olan yerdə bu qədər çox gələcəyə çox şeydir, çox kasır. Nə qədər müddət yaşayır ki? Maltada ucu 3-cü ildə yaşayır. Ki adiləşib onun üçün. Adiləşmə əvvəl. Qış orada da aralıq dənizin ortasında küləkli olur, soyuq olur. Yəni demirəm belə çox soyuq olur, amma prosta sən sezon gəlib və başqa yerdə, o suyu gördün, gəlib çimmək istəyirsən. Allahım dost. Üzə bilsən, buna üzə bilməyən adamlara belə biraz aşağı səviyyədə baxır. düzdür 100%. Biraz öyrənmək lazımdır, amma Üzə bilməməyin 2 dənə səbəbi ola bilər. 3 dənə səbəbi ola bilər. 4 dənə səbəbi ola bilər. Bir, kasıbsan və sənin ətrafında su yoxdur. Kasıb nə mənada? Ölkə olaraq. Yəni Yox, maddi olaraq da, yəni sən üzgüçüyə belə getməyə pulun olmayıb, heç kim göndərmirsən və ətrafında su yoxdur. Da, çox pul söhbətiysən. qulaq as da. İkinci ehtimal necə olur? Çünki kasıbsan və göl ətrafında, dəniz ətrafında yaşayırsan, gibdəli kimi üzürsən də, yəni öyrənmirsən. İkinci ehtimal odur ki, pulu var, amma çox qorxur, su ilə bağlı bir travması var, ümumiyyətlə suya girə bilmir. Üçüncü də odur ki, vizyonsuz da yəqin. mənə elə gəlir ki, o yaşadığın yerin vəziyyətinə əlaqəlidir. Məsələn, Bakıda yaşayırsan, dəniz var. Zəmmiyanım çoxdur axı bax. Belə bir yox da, nisbətdə dəniz olmayan ölkə ilə nisbətdə məncə çox deyil. Tartışılır. Bilirsən nəyə görə? Dəniz olmayan ölkədə də hovuz çox ola bilir. Və çox adam da uşağını göndərir hovuza, özü gedir hovuza, öyrənir. Bilirəm, amma dəniz belə deyək də səni daha çox itələyir ki, sən gedib üzgüçülüyü öyrənəsən. Çünki yayda getməyə bir yer var. Yəni dəniz yoxdur, hovuz var. Bəlkə qoymazsan, amma dəniz var deyə bilirsən ki, ora gedirsiniz, deyirsən ki, uşaq getsin öyrənsin. Orada da problem sən nədir? Dənizə getmək üçün həqiqətən üzməyi bilməyə ehtiyac var Bakıda. Yəni üzə bilmək lazımdır da. Yəni basen kimi deyil axı ki, hovuz Basenində daha çox üz batırsan. düzdür. Basen də daha çox. Statistika gördüm. İyun Bakış başladı. İyunun 1-dən 12-sinə qədər 14 dəfə dənizə var. Və çox da üzə bilənlər olur sənin. Bir dənə bir şey deyim. Gör, mən batmışam özüm. Yəni o üzə bilməklə əlaqəli bir Sıfırdan şey. təzədən başlamısan. Sən baxın çalındı. Üzə bilməklə əlaqəli bir şey deyil. Orada elə bir batmağa qarşı da sən bir belə deyək də mini bir təlimmi deyim, nə deyim, belə bir şey almalısan da. Çünki sən orada həyəcandan özü itirirsən. Elə bir şey Dənizdə baxmısan, hovuzda. dənizdə. Mənə də bir dəfə. Və elə bir ki, bir nəfər batırdı, mən getdim onu çıxartmağa və məni götürüb dartdı aşağıda. Çünki o qədər Çünki həyəcanlı. dalından tutmalısan. Yox, Deyirsən onu? mənə əslində deyiblər ki, ümumiyyətlə elə tutmalısan ki, o səni tuta bilməsin. Ona görə arxadan belə keçirdirlər. Hə, yəni boğurmuş kimi götürür. Ya deyir saçından tutub dartmalısan, ya belə yəni belə götürüb çıxartmalısan da. Mən əlimi uzatdım. O da boğulan adam da əlini tutur, dartır da. Yəni o mərhələyə girib deyə çox həyəcanlanır da. İndi ikimiz də boğuluruq. Başa düşdün? Yəni məni çıxmağa qoymur, mən onu çıxarda bilmirəm. Yəni bir dənə belə sehirli bir əl gəldi bizi, bir dənə qaqaş gəldi bizi çıxartdı da oradan. Əlimizdən tutdu yoxsa? Hə, məni ümumiyyətlə tutdum da mən onu çəkmirdim də. O sırlar dünyasında. Sırlar dünyasında, 5-ci boyut. Mən tutdu, çəkdi. Üzməklə əlaqəsi yoxdur. Yəni hər ikimiz üzə bilirdik, amma hər ikimiz də batırdı.
Qardaş, üzə bilməyən adamlar gəlib öyrənsinlər mən Ha, xahiş. düz. Üzə bilməyən adamlar öyrənməsə Üzməyi öyrənsin. daha pis olacaq getdikcə cəmiyyət. Cəmiyyətin Ya mən üzməklə, ümumiyyətlə su ilə bağlı ən böyük belə qorxularımdan biri bir dənə bu 2012 kinosundakı bu şərəfsizlərə oldu. O vaxt ümumiyyətlə qorxu yaymışdılar ki, su gələcəklə belə yuxarıdan. Və mən o yaşımda, 14 yaşım var idi da, oturub bütün günü pəncərədən, balkondan baxırdım binaların üstünə ki, görəsən nə vaxt gələcəklər. O 21 dekabr söhbəti var idi ki, bu gün dünya dağılır və hamı gözlədi və o gündə bir şey olmuşdu. Səhər günəş tutulması olmuşdu, nə olmuşdu? Səhər günəş açılmırdı, cəmaət dəli olmuşdu ki, dərsə gəlməyənlər zətlər var idi. Həmin vaxtı bir dostumla mərzə girmişdik 5 manatdan. Çox sağ ol. Mən demişdim ki, dünya dağılmayacaq. O demiş ki, dünya dağılacaq. Və biz 5 manatdan mərzə girmişdik. Dünya dağılacaq deyə mərzə girən dostum çox Çox maraqlı. başımı soxsan sən ora bura. Onu götür də telefonu. Al bayaqdan beləsən, nə həqiqət məzələri. Götür ondan sonra qabağa oturur, al telefonu əlbə götür şeydə. Telefonu ora qoyur və belə baxır. Əlifə götürdü onu. Bu da maraqlı bir kadr idi. Doğrusu. Maraqlı kadrlar idi da prosta. Bəli, bəli. Mən başqa bir yer. Bir dənə mənə bir dənə şey maraqlıdır. Dünya dağılacaq deyə mərzə girən dostumun həyata baxışı. Çünki dağılacaq, yəni dağılsa sən o 5 manat hardan götürəcəksən? Mən dedim ki, dedi o da soyun üstəyi soruşdu. Dedi bəs dağılsa mən necə götürəm? Mən dedim mən üzməyi bilirəm. Gəlib səni tapacam. Neçənci sinifdir bu? 2012. 19 evdə olub. 7-8 zaten. Solbad da. Qardaş, mən bir yerde başqa bir yerde insanlarda sevmədiyim beceriksizliyi var. Onlardan biri özə masada oturur. Nədir yaxşıdır, amma çox sıxdım ki, onu gətirib deməyəsən. İnsanlar velosiped və skuter sürə bilməlidir. Bunu hamı Razıyam, bacarmalı. razıyam. Bunu hamı bacarmalı. Bu bizim ortaq dərdimiz. Razıyam. Eləyəcəm də danışdım da. Keçən dəfə otaqda müzakirəsi Yazdın? getdi, müəllimin nömrəsini götürdük. Mən harasa getmək istəyirəm, deyirəm skuteram nə sürətlidir də. Şey, kürə pizza var, sınıf ora getmək istəyirik, əldə ilişirik. Çünki uzaqdır, 2-3 kilometrdir. Mən çox düzgün bir təklif verdim. Dedim ki, uşaqlar, mən yarım saat qabaqdan çıxım yedim. Siz də skuterlə gəlin. Mənim yaz da o təlimçiyə. Axır ki gəldi. Onun təlimçisi var, velosipedin. O gün Emin xanım gəldi ki, bir nəfər var, bir günü öyrədir. Mən ya sərvətimi verərdim, ona mən bir günü öyrədirsə bunu. Yəni, o qədər çətin bir şey deyil. Yəni. Uşaqlar, tarazlıq problemi var. Amma Biraz belə dəxli yox da psixoloji. təsəvvür öyrənir və ilk sürüşlərindən birində qəzaya olur. Onda çox vicdan azab çəkərsən. Necə? Qəza keçirirsən, ikinci, üçüncü sürüş. Velosipeddə qəza olmayacaq, amma skuterdə Skuter sürmərəm. Məncə ola bilər, velosipedlə hər cürə təhlükəli. Sən nə hansı bir şey deyil, bir maşın çox pis bir yerdən gəlib çıxa bilər. Ən qorxduğum sən nədir mənim? Parkingdə gedirəm, parkingin yanı ilə gedirəm. Hər an bir qapını açsa maşın, Hardasa? mən cırıq-cırıq amma. niyə o qədər yaxın gedəsən? Məcbursan. Olur da hərdən olur. Avtobus falan vurdu ya, yaşlı Aynen. falan. Reisiniz gördünüz karşıda. Reisiniz onun vaxtını qaçırsa. Gələ xalq olsa vurmuşlar. Biz əslində sürəsə də qaçıra bilərdik. Biz düşdü reis tərəfindən bax. Aa. Acı qazına qalmır ya. Hə, nə Qardaş, bilirəm bir dənə də zəhmət olması bərş ya. O dikaya Bölüb dadına baxarsan da mən. Bəs edici. Ha, niyə görmür? Onda heç qalmır. Kim atar ki bizi yenə? Gəncədə buna nəsə deyirdilər. Nəsə. o qutab idi, kətə deyirlər. Gəncə peraşkisi. Ha, yox, belə bir adı var, taparım. Nə? Ha, deyir, amma niyə deyirlər ki, sola belə qoya bilirsən. Düz. İki nəvi. Oyanmışsan. Köhnə peraşki müəllim onu. Bilmirəm də, bilmirəm. Tripod lazım. Bu şey tripod deyil, təsəvvür Gəncədə belə bir şey var da. Bəyəkin tripod kimi istifadə edirlər. Gəncədə gedib yaşayarsan. Yox. Yox. Qaldığın oteli çox qəşəng. Zaqatalada gəlib yaşamaq, qaldı Gəncədə gəlib. Zaktal yeyib yaşayır. Gəl Zaqatalada nə var ki? Zaqatala çox Təbiətdə var da, yaşayır. təbiətdə 3 gün dözürsən də Nə oldu sakitsən. Maltadakı qardaşı? Malta təbiət deyil, Malta Yəni su da təbiət. başqa şeydir. Malta Malta başqa şey. başqa şeydir, yavər. Onu sən başa düşməyəcəksən. Gəncər, mən Gəncədə Gəncə şəhərdir. Hə? Şəhərdə nə kimi? Mən Zaktalda yaşayıram, çünki kənddir.
Təbiətdən əlavə insan faktoru orada olur. Şəhərdə yaşayıramsa elə Bakıda yaşayıram da, yəni. O da düzdür. Sumqayıtda niyə yaşayır? Gəncədə sən hava almaq üçün gedə biləcəyin məsafələr qısadır. Hacı kənd məsələn 20 dəqiqə Hacı kənddə. Bakıda sən 20 dəqiqə həzziyə heç çata bilmirsən. Düz. Məsələn, bir dənizə getmək üçün sən minimum 40 dəqiqə yol gedirsən, o da görüntü də o deyil də. Yəni, Bəs Gəncədə dənizə getmək üçün nə qədər yol yürürsən? Mingəçevrə gedirlər də. Nə qədər yol yürürsən? Dənizdə yox. 40 dəqiqə. Bakısın. Güya Xəzər dənizdir. Xəzər özü üçün dənizdir amma. Xəzər özünə görə bir dənizdir. Xəzər çox özünü dəniz kimi aparır. Yəni dalğa, qum, zat nə olur da? Xəzər dənizdir. Dənizə axşam saat 10-da. O da külək var idi. Mən səhər getmişdim, səhər 7-də. Şənbə günü. Xəzər göldür, amma özünü aydan çıxay eləyir. Dəniz kimi. Xəzər deyir ki, mən göləm, amma aydan çıxay əzi dəniz. Non-binary-dir Xəzər. Bu nə deməkdir? Hayda. Sən Non nə? Non-binary. Nə deməkdir ki o? Sən bilirsən, sən bilərsən. O nə deməkdir ki, sən bilərsən? Sən də onlardansan. Çünki Əli hər şeyi bilir həyatda. Düz. Vəsilə sürməkdən başqa. Bir dənə vəsilə sürəcək. Skuterda sürəm. Bilsən necə bir şeyi həmişə yarımçıq saxlamaq lazımdır. Yəni hər şey ideal olmur. Amma sən Bəs mənim Segway sürə bilirsən, hə? O mənim üçün bir cəhənnəm ola bilər də yəqin ki. Segway yox. Segway mən də qorxaram. Segway mən heç cəhd eləməmişəm. Mən də mən normal deyiləm. Öyle də sevinəcəm, mən də eləməmişəm. Segway yox. Sən get velosiped sür ala. Tyson'un yıxılma videosu var ya Segway'də. Qışlar qalxır ya. Kimsə Tyson haqqında belə bir şey. Uşaqlıqda cəmaət məsələn velosiped sürəndə sən nə edirdin? Yəni kimsə Mən o sürmüşəm öyrətmədi, də. bura. Yo, çox Dadlı deyil su. Mərci daha da atdım mən. Mərzin soxma. Bilmirəm nə Toyuq yeyirəm. var, sakit, toyuqlu ye. Mərzin qatmasa. sürməyə çalışmışam müəllim. Yıxılmışam normal olaraq. Sonra utanmışam, sürməmişəm. Yox, bəs İranda sənə demir ki, gəl. Həm dədən yox, oxunmanız var ki, gəl sənə velosiped öyrədəcəm. Yox da mən heç kim maraqlı olmayıb ki, bu uşaq velosiped sürə Məsələn bilməz. yaşayır. Yaşayır. Şükür Allah. Mən son vaxtlarda kimlə dəri söhbət edirəmsə, necəsə Furranın atası ölmüş olur. Və mən sonra o qədər pis oluram ki, və yəni istəmsizsə çox təxirsiz bir zarafat, yəni necə deyim, böyle təhqiq zarafat eləmirəm heç. Məsələn, atıram, köynək giyinib kimsə və qoza köynəkdir, amma dədəndən götürürsən köynəyi, dədəsi ölüb sən. Necə pis oluram ya, qalıram belə. Stollu dədəsi ölən varsa desin, mən ata zarafatı eləmirəm. Mən kör müəllim. Atı zarafat. Ölü? Doğrudan deyirsən, hə? Doğrudan deyim. Ciddi deyirsən. Məsələn, şeydə zarafat niyə edin? Nə bilim, valla. Alıram Bab deyil. 6 aydır bir yerdə işləyirik. 6 aydır uşaq. Mən ümumiyyətlə bax o sözü niyə deyəsən ki? 6 ay az qaldı. Sən qəbul elə də bax, 2 dənə yol var da. Nə qədər adam çıxar. Sən ya Görək də növbəti masada oturan hamıdan soruşmalısan ki, hamının atası sağlığı uşağı var. Ya da heç kimə qaldırdım o birlərin şeylərini. onlar sakit qalasız biz söhbət Zarafatsız edirik. sən bütün söhbətlərdə belə əli ilə bir yerdə danışsan. Biz o söhbətdə səndən başlayır. Nəysə. Danış. Hə, bir var ki, sən masada hamıdan bir soruşasan ki, uşaqlar hamının atası sağdır. Bir də var sən dədəndən götürürsən zarafatını eləmirsən. Yəni həm də ki, bax, Dəqiqə 50 min izlənmənin qarşısını alır. həm də ki, çox iyrənc insansan yəni Roman. Doğrudan. Doğrudan iyrənc. Buraxıb gedirsən. Sən danışa bilərsən, sən səsini kəsə bilərsən. O sən danış. Mən danışanda sən danışma. Sən danışanda sən. Mən arbayı kəsdim. Mən dadına baxıram. Bir də zarafat olaraq da, yəni söz olaraq da heç belə gülməli də deyil. O nə sözdür ki, məsələn, dədəndən götürürsən. Hə, bax bu nə söz? Nə sözdür ki o? Ona vacibdir onu deyəsən. Mən bir dənə şeydən çox qaynar olur ehtiyat. Gül. Ay Allah. Ay qardaşım 30 yaşı var ya bunun. Yəni qaynar pirajkini ayırd edə bilmir. Bu ki Uf yeməsin. olacaq eləmə. Həqiqi onun nə? Keçən dəfə kimiz ağzı yandı da burada. Emin sən idin elə. Zor elə. Mənim ağzım elə yanmalı. Gəl sənin ağzın yanardı Nurla. Buranın aşpazı Dəyişib yenə. nə şey?
Son Yaxşı 4-3 ayda 8 nisbət. Yaxşı mənə də dəyişib. Yox, yaxşı. Mən toyuq sütundan mən həzz almadım. Mən bəyəndim toyuqsunu. Qəşəng yeri. Gedər. Batırsam. Bu söhbəti yığışdır məncə. Razıyam və utandım. Qəşəng söz deyil ki onsuz da. Hədərindən Mən götür. o zarafatı eləmə səbəbimi deyim sizə. Mən Amerikada bir zarafat var. Türklərdə də var bu. Mən o zarafatı çox qısqanıram. Və o zarafat bizim dilimizə yaxşı tərcümə olunmuyor. Deyir məsələn 80-lərdən aradılar, gömləyini geri istiyorlar. Məsələn mən bu zarafata gülmüşəm uşaq olanda və mən istəyirəm ki bu zarafat Azərbaycanlılaşsın. Amma mən desəm ki 1980-ci illərdən zəng vurublar, sənin köynəyi bir dava istəyirlər. Çox uzun oldu. Çox uzun. Ona görə deyirəm ki, o köynəyi dədəndən fırlatırsan. Məsələn, mənə türkçədə gülməli gəlməli. O yerində istifadə edən də mənə gülməli gəlib. Uşaq olmuşam da, indi üzrü səhv eləmişəm. Amma yəni Bir deyirəm. gülməli deyil, doğru. Yaxşı, mən bundan sonra insan... Yenə deyirəm, bu dədə zarafatına girməsin də. Mən... O başqa şey, ata zarafatı başqa şey. Mən də xoşum gəlmir ondan. Bu biraz baba da girə bilər bu söhbətin sən dirəksin. Babandan götürmüsən. Sirkin, hə, məsələn, babanın Qardaş, sən köynəyi. cəmaatın niyə görə paltarına ilişirsən ki? Çox Sili dərin oldu da, yəni çox dərin Mən gelir ki, xoşuma gəlir insanlara girişməkdən. Bu necə yaşayır? Mən insanlarla mırtdaşmalıyam. Məndən də mırtdaşsınlar. Mən gülürəm. Kimsə mənə yaxşı zarafat edəndə ki, məsələn, mən bu tiplərimlə bağlı bir dəfə kimsə qalib demişdi ki, sən demişdi deyəsən, Avrenini yandırırsan demişdi, nəsə belə bir şey. Çox gülmüşdü bana məsələn. Bu nəyə görə deyilib bu konu? Zor deyələr. Avrenləri söndürdüm mən kimsə. Ola, Çox başa qəşəng. düşmüşdüm. Çünki hər adam üzümə vurmur və mənim yadımdan çıxır da mənlə bunun olduğu çox vaxtlar. Çox adam öyrəşir bir müddətdən sonra. Gedəm. Amma riski kimsə öyrəşmiş bir insan bunu deyəndə, orada tıp necə olur, insanda necə əmələ gəlir? Bax, bu nədir? ha, o Bunu özün bilə bilirsən. Əslində Bir bilirəm. insan bilə-bilə bunu eləyər. Yox, bilə eləmişəm. Məsələn, Əziyyət olar, fokuslananda müəllim. saxlaya bilirəm, amma Onun xəbərin olmur, belə olur. hə. daha çox Onun bəs fikrə olur. olur, Onun tərkilənlər olub. Tərgilənlər. Doğrudan maraqlıdır. Var, tərkilənlər olub. Ha, sən yemədin, mən sənin pləşləri bilirəm. Verərsən bir qaşıq Mən yeyər. bir badyosu. Sonradan necə pis insan oldu bilmirəm. Mən bunu götürməm. Nə deyim? Bəs məvmiş olsun. Sağ. Bu qəşəng görsənir, ümid edirəm ki, dadlı olar. Hə, bu tərgitmək olur bunu, Emin. Olur. Necə bir prosedurdur? Sən təbibdən var nömrəsini vermişsin. Bir günə təbib. Bunun başlama səbəbindən çox şey asılıdır. Məsələn, bəzən uşaqlarda qorxu səbəbi ilə olur və ərgənliyə girəndə əgər bu genetikada yoxdursa, o öz-özünə getdiyi vaxtlarda olur. Yoxa çıxır yavaş-yavaş. Məndə də elə demişlər, amma məndə yoxa çıxmadı. Mən elə düşünürəm ki, məndə genetikada var. Sən 15 ildir belə edirsən. Mən bağçada olandan beri, yəni başqa itlər olub, gəlib indi son versə bunda dayanmışam. Əvvəl məsələn şey var idi, belə var idi. Sonra, məsələn bir dənə şey dedim, çox belə Allahın mənə vurduğu bir yer var idi. Bir dəfə avtobusdayım, yenə birinci, ikinci sinifdə zadda oxuyuram. Bir də arvad gördüm, qoz arvad, boynu belə idi, belə. İşte belə. Və mən də onu təqlid elədim də, belə elədim. Bəlkə bir 2 il elə qaldım da mən Allah, belə idim bax bütün gün. Belə, bir 2 il qaldım. İndi də elədi, olsun. Ya bu gedibdi indi. İndi biraz, buradan biraz arada gəlir. Sənin bədənimin deyəsən bir yaxınlığı var buna. Mənə gəlir ki, bu dəqiqədə kimsə yansılarsan 1-2 il. Bu dəqiqə çətin məsələ. O vaxt daha belə absorption güclü olan vaxt idi, ona görə. Amma Allah qorusun. Mən uşaq vaxtı avtobusda tutmağıma sıçmışam. Yəni də, uşaq vaxtı avtobus, mən məktəb vaxtına qayıtsan, yəni mən o yazmaq çıxanda avtobusu kimi. Başqa bir xatirə yazmaq.
Səndə qalıb o yoxsa? Avtobusa göndərdim. Bakıbaslara yox, bakıbaslara təzədir. Yaş qalıb, yaş. Köhnə avtobusu görən kimi Turazma düşüyor. yadıma düşürlər, əsas məsələ. O yüzden orada xoşum gəldi. Konduktor olmayanda mən şoferlə götürdüm zamandan pulu şoferə verirdim, zad edirdim. Belə bir həyəcan yaradırdı. Oyda. Yadınızda da o zajigalka qablarını qəpik şey edirdilər. İçinə qəpiklər düzürdülər. Bunu zoom eləyəriz. İçini yaptım. Editə o qədər vaxt sərf edir. Murat, deməli şeydir. Bu 50 dəqiqəlik videonu getdi, günorta çəkmişdi, axşam paylaşdı. Bir yerini kəsdim. Baxmamışsın ha. Sən neynəm? Yəni, hələ əziyyətini harada çəkdim, o 4 nəfəri böləndə eynəm. Yəni, kalan əziyyət. O da olmasa 1 saata editləsin. Bir dənə yer var 18-ci dəqiqədə bundan əvvəlki bölümdə. 1 dəqiqə heç nə danışmadan yemək yeyirik. Bir dənə sordu. Bir anda mən qalıb qıyıram. Saat. Sən də üçlü yapdın bir dənə. bütün köylü yandı. Mən görəndə eləyirəm, təkrar edirəm. Nədirsə ya. Sıra məndədir, gözlə. Breketlərin arasından bir dənəsin. Qalacaq elə. Mən bir bu şey demək istəyirəm. Bu avtobusda pul yığma məsələsi konduktor zat Albaniyada hələ də qalıbmış. Bildiyin girirsən avtobusa, konduktor yaxınlaşır, səndən pul istəyir. Və mənə orada qoydular mindirvari. Biletsiz vermişdin deyə. Yox. Birinci günü də orada, bilmirəm də avtobus neçəyədir zatdır. Sən demən 40, belə deyil, bizim pula 40 qəpiklik yolu 1 manat 40 qəpiyə getdi. Və bunu iki dostumla edim də, 2 nəfərə o 2 manat elə bir bizə qoydu. Amma qəşəng elə elədi ki, hiss eləmədim də. Mən sonradan ayrıldım. Hə, 2 gün sonra ayrıldım, dedim oyda. Bomba. Hə, sonra həmin konduktoru gördüm. İstədin geri. Yox, istəmədi. Balaca yerdir deyə, eyni 3 dənə avtobus gedir gəldi bütün gün həmin yolu, düz yolu. Həmin gördüm dedim ki, yaxşı qoymusan da, sən halalındır. Onu geri istəmək olmaz. Nə oldu? İndi bunu təkrar edəcəksən məsələn bugün. Ancaq yemək yeyəndə olacaq bu videolar. Müəllim adı nahar fasiləsidir də, yəni. Avtobusda da çəkək istəyirsən. Danışa bilməyə zarafat. Boğulsam da bu zarafat yerə getdi bu. Nə yaxşı qurtardın, amma ağzımda deyildi su, yoxsa haricəli bir şeylər var gəldi. Yeməklik. Adı nahar fasiləsi deyə bir müddət yeməklə davam eləmək məntiqidir. Sən buna görə mən ya da heç birimiz əlavə efor xərcləyə istəmirik. Yəni, onsuz da burada, onsuz da söhbət edirik, prosto oradan kameramızı qoşaq ki, siz çəksin. Onu oyuncular olacaq bəs. Nə olacaq? Onu oyuncularımız olacaq. Hələ özümüz bir söhbəti bir 30 duraq, sonra başqa departamentlərdən şöbələrdən çağırırıq. Maraqlıdır bax. Belə mənim Elə bir işdə team building eləmirlər. Biz də özümüz yaradırıq team building. buranı 100% kəsməyəcəm. Yəni biz çox elə video çəkməyəndən qabaqdan başladıq xəyallar qurmağa. Ağlımızda çox maraqlı adamlar var yəni. Məsələn. Demə, al çəkməyə də indi gələndə görə. İndi deyərik sonra gəlməz eləməz qalarsınız ya. Team building haçan gedirsən axırıncı? Evlilik təklif eləyəndə. Və onda mən yox idim. Sən Biz yox idik. Siz gəlməmişsiniz. O da bizim son team buildingimiz idi. Heç kim yox idi orada. O bizim son team buildingimiz oldu. Bir gün biz son dəfə team building elədik. Amma heç nə olmadı. Bəs Saktala
Tim building yox. Amma o rayonlara kampazada gedirlər, yəni bir günlük hiking yazıda gedirlər. O avtobusda minən kimi hamı şən olur. Ha, bu içerim ben bu akşam. Dururlar yallı oynayırlar. Yəni, qaydan baş edeyim, doğru. Onu da burada çatdırmasan ki, qaydan da hə. Kampüsdə getdi. Amma gedəndə hələ heç kəs tanımır. Orada avtobusda 3 nəfər bir-birini tanıyır. Haydi gəl içəri, mənə indi yol gedirlər. Səhər saat 7-dir. Mən səhər saat 7-dir, yallı gedirlər avtobusda. Gənclikdən buradan Hə, çıxır. bax burada Gənclikdən çıxırlar. Gəncliyə gəlsən ora. Çox başqa atmosfer, yedimsən eləncə. Orada çox bir dənə başqa atmosfer olur. Eyni avtobuslardan olur 4 dənə. Sən bilmirsən ki, hansı sənkidir, hə. Və görürsən ki, insanlar Ayrılsan ki, Qarabağdasan da dəfsin. Sən avtobusa minəndə, yəni, 3 gün qarabı təmişsin. Niyə böyle? Qarabağa Gedir. dövlətimiz portal yaradıb, oradan qeydiyyatdan. Turlar olur Qarabağa gedəndə. Sən bilirsən də Maygovla icazə alma olur. Dəfsən. Yolumuz Qarabağa saytına girməyə ehtiyac yoxdur ha. Ne şey, depress elədi yolu. Nədəsiz be? Yerləşdirməyə Gözəl, Margov. Onda Margov tətbiqi vasitəsilə Bizdəki olan o Albaniya, Atropatena zad, bu indiki Albaniyaya məncə deyəsən dəxli yoxdur. yoxdur. Bəs Azərbaycan, O başqa şey. o başqa şey olur. Atropatena, Azərbaycan. Azərbaycan ağzıma gələn deyirdin. Allah akbar. Şey deyirlər, Atropatena, Azərbaycan, Azərbaycan. Məncə müəllimlər də soxurdular. Lütfən. Məncə onlar da dəqiq bilmirdilər. Çünki heç kim bunu dəqiq bilənməz axı. Hə, və ərəbcədən atropat, atreqan, adrübən, üdrübən bir Azərbaycan olaraq qalır. Albaniyadan Azərbaycana keçdi. Atropatenadan Azərbaycana. Oradan Alman kilsəsi. Coca-Cola zero yoxsa normal kola? Bilmirəm, son vaxtlarda Zero ilə Cola arasında bəzi videolar görürəm, belə müqayisə videoları. Və həqiqətən Zero'nun daha az ziyanlı olduğu ilə bağlı şeylər Mənim var. bildiyin şəkərsizdir yəni. Ha, Mən də bildiyin inanmırdım və buna inanmayan çox adam var. Bir dənə bir nəfər bildiyin, yəni qanını test eləyərək Cola ilə Cola Zero'nun fərqini göstərir. Qanını? Hə. Qanını. Hə. Necə? Şəkər Hə. qarışıraq da təsir edir. Suya atır qanını, qarışdırır, şirin olsa. İçirdi. Yəni bildiyin yoxdur şəkərdə tərkibində. Yes, və yəni sadəcə şəkər məsələsi deyil. Bəzən deyirlər ki, şəkəri əvəz edən şeylər çox ziyan olur içində. Zero-da deyilmiş. Bildiyin o qaynadıb eləyirlər. İndi o qaynatmağın məsələn nə mənası var onda bilmirəm. Məsələn, sizə bir şey deyim də. Kola atırlar tavanın içinə, qızdırırlar. Orada qara iyrənc bir şey olur. olmaz, Düzdür? İndi mən sizə bir şey, toyuğu götür, qızdır, yansın. O da iyrənc bir şey olacaq da. Yəni o bizə nə verir o video? O şəkəri göstərir də. Orada belə Qanad. iyrənc bir şey deyəndə, yəni o şəkərin Ya okey, şəkəri başa Qaldı. düşdüm. Biz Necə o- şəkəri belə də yeyirik, qənd yeyib bölmüşük də biz. Məsələn, bilirsən, o məsələn vizual olaraq mənə təsir eləyir. Eləyir, Mən mən- görəndə ki, o bir dənə belə şey eləyir. Eləyir, təsir Eləyir, eləyir. əlbəttə ki. Yaman təsir eləyir ha. Mən də içirəm də. Nos o Sən- ara. Ayran için Eləyib. sağlam olur. Bir dənə belə yan-bayan qoyurlar, məsələn, Nutella qoyur. Sonra qulaqda da qoyur ki, nə bilim 254 dənə qənd parçası. Baxırsan belə, deyirsən ki, ola, yəni indi bir qab bunu yeyəndə mən normalda tutaq ki, o qədər qənd yemirsən nöqtədə. Baxanda biraz belə qəribə olursan, məndə o tez keçir. Sonra deyirəm ki, alar. Həm də ki, indi hər dəfə bir porsiya yeyirsən də, onu bir dəfəyə yemirsən ki. Nikolada da belədir. Yəni onun şəkərsiz olmağının verdiyi bir şey var. Məsələn, sırf özünü müəyyən bir müddət o perioda salmaq istəyirsənsə, məcbur edib içə bilərsən. Amma o zerolar ağızda çox belə qəribə dad buraxır. Ziron dadı çox pizzadır məncə. Qəndən çay içmək də kasıblığa hərəkətidir. Mənim kəllə qəndinə qarşı Kəllə- zaafım var. Mənim də var, Kəllə yəni. qənd bizim burada yediyimiz qara şeydir, düzdür? Yox, yox. Hə, O- adi O nədən qənddir. deyil? O Bişmə qənd. bişmə Bişmə qənd. qənd. Bişmə. Bişmə qənd vəbşi möhtəşəmdir. Mən kəllə qəndi sevmirəm, heç vaxt sevməmişəm. Mən uşaqlıqda mən çayı ancaq kəllə qəndlə içmişəm deyə. O mənim üçün bir uşaqlıq
müəllim, xatirəsi. kəllə qənd konfet yox idi deyə içmisən də, hamımız bilirik bunu. Yəni baxırdın qaba konfet yox idi, da Mən cəhənnəm konfeti gizlədirdilər məndən. Hə də yəni səncə orada konfet Özdə olsa bilirdim sən harda gizlədirlər. bilirdin. Ha. Mən axtarırdım. Mən axtarmışdım, tapmışdım. Bir-bir götürürdüm ki, bilinməz. Amma şey o ayda bir relocation olurdu məncə. Relocation olurdu. Çünki görünürdü ki, bura kimsə girir. Bura kimsə girir və Azalıb qalır. Bura azalır. Relocation olurdu. Təzə bir task, təzə bir challenge. Bax, qənd o qədər hörmətsizdir ki, heç vaxt gizlədin. Heç, hə. Hə, orada olur, yeyirsən, yemirsən cəhənnəmə. Snickers zad olurdu. Snickers sonradan çıxdı axı, belə balaca versiyası da. Müəllim, Snickersdən əvvəl balaca Steplər var. Step. Step Snickers'dən sonra çıxdı qardaş. Yo, step çoxdan var. step çoxdan deyir. Step Snickers'dən əvvəl. Amma Yox, biz- Snickers'in isə balacasını deyirik. Kilo ilə satılır Snickers. Ondan qabaq Step. Ondan. İndi onun da dadı yoxdur heç. Stepsin. Yox. Step heç görmürəm Mən amma Stepsi balaca. tapdım və gedim. O gün Odur. hətta plitka Steps tapdım. Oydu. Gənclər, Güzel odur. Odur. Hardan tapmısan? odur. Arazda satılır. Arazda qeyri-adi şeylər satırlar. Arazda qeyri-adi şeylər. Bir Yəni gün Adazu Steps var. Adazu məsələn yeyək. heç bir marketdə yoxdur. Hə, Ancaq Arazda. Stepsi Elə sabah belə yeyək. product placementlər göstərək ki, gələcəklər Eləyə. Araz gedər. Sabahında Yoxsa Araz bir yerdə altını vurub. Deyirəm harda. Ola bir göstər də. 205 manat pul gəlsin. Araz deyil diyor bağışlayın. O obaydı. Obaya basır. O müşfiq Amma şahı Oba da dedi, sosial qoy medianı obaya yaman belə. eləyir hə. Başı adam başıdır, bədəni Iron Man Görmüşəm, bədəni. hə. Ha, bu başına da nəsə bir bura belə nəsə keçirdin də. Başı belə lüt qalıb çöldə. Bədəni Maskotun deyirsən, hə? Müşfiqdir də, müşfiq şahıdır. Hə, bildim. Çox çirkin görsən. O Hə, başına o reklam onun başına nəsə eləsinlər. Oba çox üzr istəyirəm. Ümumiyyətlə onun başını dəyilsin. Kollaba okey, amma o reklamı Okey, başını buraxın da, yəni. Oba yaxşıdır. Obanın sosial mediasını bəyənirəm mən. Amma həqiqətən o video iyrənc idi. Nəyini bəyənirsən? Obanı. Oba bax, Mənim oba hər yerdə Mən bu var və Otugo obanındır. Öyle bir şey deyirlər. ala bilər. Odusa bəyənirik. Odusa bəyənirəm. O zor. Oba Otugo ilə gəlir. Hayır, oba. Amma bir dənə də Otugo üzr kolla. istəyirəm. Amma hot doglarında bizi görsəl olaraq aldadır, vizual olaraq aldadırlar. Əgər bir gün Otugo bizdən əməkdaşlıq eləmək istəsə, o hot dogu düzəltməmiş mi onların heç Belə- əməkdaşlıq eləmək? Belə çıxır da. Ayra, o Polşadan uğurlanmış bir şeydir. İndi bəlkə Polşada hardansa götürüb, amma mən Okey, bilmirəm. okey. Amma yəni Japqadan. Amma bu qaqa şəhər Japkanı görüb, deyir ki, bu Azərbaycanda gedər ki, hamımız bunu demişik. Sadəcə imkanı olan bir şəxs qayıdıb deyir Güzel. ki, bu gedər və eləyibdir. Amma ki, o Səhv hot dog eləyib. çörəyi nədir? O hot dogun sosiskası nədir? O souslar nədir? Siz iyrəncsiniz siz. Otugo, iyrəncsiniz siz bu dəqiqə. Ay. Zarafatsız. O hot doga görə siz çox iyrənc. Qalan hər O şey şəkli, bomba da var. o şəkli qoyma da, başqa şəkil Bir qoy. də ki, Otuqolda elə bir əməkdaş həm gedir orada. Hər şey Hər şey, yazıq, ya da hot dog oradan. Ya o amma Polşada çörəyi da doğrayır. doğru. Orada relax olmaq lazımdır. Yəni onu eləmək lazım. Qardaş bax, elə bir Hələ sənin bir iki dənə var axı orada. Abi dayan da. Otuqo elə bir şeydir də, 7-Eleven'dir da. Hə. Amma 7-Eleven'də də bişirmirdilər, yox. Arxada belə toster var, yəni alırsan yeməyi, tost eləyir də. Bişirənlər də var. Amma yəni. 7-Eleven'ın bir karizması var. Oba amma o deyil. Oba Yavaş-yavaş. Məncə bunlar Otuqo başqadır. Məncə bunlar məncə bunlar müşfiqi dəyişsinlər. Müşfiqi 100. Onun başını dəyişsinlər. Məncə düzgün 30-dura bilsəydilər o hot dog zadı, onlar da bir tərz yarada bilərdilər. Mənim Bu məsələn dəqiqə şey səhv deyim, o eləyirlər. çörək paketdə satılan çörəkdir. O bişirilmə çörəyi deyil. Yəni biz onu mağazindən gedib Lidl-dan zatdan Biedronkadan ala bilirdik o çörəyi. Ya bu boyda şey eləmisən, o çörəyi də Onu da gətirsinlər. gətirirlər. O çörək iminli o deyil. Bu iyrəncdir. Japkadaşı deyil. Bu Batum Ya yox, təm oldu. Da Batum çörəyi qoyub. versiyasıdır. Bildiyimiz belə bizim Amma həmişə sən də yediyimiz çörək. 15 dəqiqə çöldə qalandı. Hadi Batum quru olan çörəyinin çörək var. beşiği yoxdur ki, belə çıxsın. Hə, sosiska da bilsən necə? İyrənc bir sak alıb bir sosiskadan bol görəcəyik də. Yəni televizorları aç, hər saniyə sosiska reklamı gedir. Sən bu ölkədə necə sosiska tapa bilirsən? Zaur reklam eləyir özü. Hə. Hər cür sosiska, hər markanı reklam elədi o. Hər cür ətdən də var. Saat, Yəni o chorizo var idi Japkada. Uy, da Amerikanski sosla. Çox. Yəni Reklam mən getirir. mən Çıxardı. Düzürdü qabağına belədir. mənim ümidlərim pus oldu.
Mən sonra girdim sənə şəkil atdım ki, bura gəlmə. Mənə yadımdan. Bəs Atdım ki, o bura Tuqo gəlmə. oxunur elə. Yəni o nə deməkdir? Biz elə güman eləyirik. Mən birinci elə bilirdim o Tuqodur. Düzdür. Amma Uşaqlar sonra onun o nə işi- Tuqo dedilər. Bilmirəm. Mən ona Yəni oba Tuqo, oba Tuqo. oba Tuqo. Ola bilər. Nazar əliniz. Logosu oxşuyur. Entrepreneur. Entrepreneur. Heç nə. No, rəngləri düzdür. Promoy obadan vurublar. Amma brendingi qəşəngdir bəyəndim. Mənim də xoşuma gəldi. Rəngləri yaxşıdır. Yəni satıcılar elə hər işi görməsin. Bir nəfər kassada dayansın həmişə. Bir nəfər həmişə kassada dayansın, bir nəfər də ortadakı işləri Sən görsün. Onlar bizdə fikir girir. dəyişsinlər. Çünki bizdə sıra mədəniyyəti yoxdur deyə. Ya onu sıra mədəniyyətini yaradacaq bir şey düzəlt. Məsələn, xəstəxanalar nə gözəl elədi, axır ki o çeki gətirdilər illər sonra və Gəlir. yox da yox şeydə gedirsən sıra nömrəsi götürürsən. Var xəstəxanalarda. Ha, yəni özü dövlətlərdə Dövlətdə də icbari sığorta olan yerlərdə Çünki var. MyGov-dan onlayn. Amma yenə də belə yığışır da cəmaət. Hə, yığışır amma növbə. 4-cü gün Və həmişə bir nəfər deyir ki, mən həkimdən bir söz soruşacağam. Ha, ona görə. 4-cü gün Mən hamı həkimdən bir söz soruşur. 4-cü gün gedirik onu çəkməyə bu arada. O MyGov-dan onlayn növbə götürmək olur. Bayaq təriflənmirdin ola. MyGov. O dövlət qazanır. Amma öz əlləri deyirəm. Özələ gedirik. Yox dövlətə. Amma məsələn bu Əliyevə. məncə bu Sağ ol. interyer dizaynerin yarada biləcəyi bir şeydir. Çox sadə. Bir dənə o durba dəmirlərdən qoyursan, bu Kiyevsi ilə şey. De facto da zadda olur. Ora yəni bir nəfərdən çox adam girməsin. Aeroportda da olmur məsələn, onu biraz bazı verir. Qardaş gedək səliqəli, desin ki, bax oradan getməlisən. Gedək oradan belə duraq. Bu ölkəni başqa cür sən əhliləşdirə bilməyəsən. Metrolarda dəli oluram mən. Sumka götürürəm. Ayda. Sumkanı ora qoyanda sənin yanından arvadı, cavanı, böyüyü, belə qıraqdan necə tullayır. Oy. Bir dənə metrodakı ən maraqlı şey bilirsiniz nədir? Məndən sonra qoyur sumkanı və məndən qabağa keçir. Həmişə deyirəm ki, həmişə o adama deyirəm ki, yəni məndən sonra qoydun da çantanı. Yəni, onun məndən tez çıxmaq ehtimalı var. Mənim çantamdan daha tez götürə biləcəksən, onu ki məndən qabağa keçirsən. Və insanlar onu başa düşmürlər. Elə bilir ki, mən nəsə səhv bir şey deyirəm də bu üstünə. Mən bizə necə girirəm o pişiyə. O pişiyə də bir dənə dəmir qoysalar, söhbət həlli olar, qoymurlar. Belə girirəm. Ki, Allah haqq zarafatsız belə dayanıram. Bir sumkamı bu tərəfdən tutmuşam. Buradan da əlimi belə edirəm ki, solumdan sağımdan girən olmasın. Oğlanca girməyə çalışanda belə edirəm ki, qardaşım. O pişirəyin nə deyirsən? Orada bir dənə dəmir olar. Soldan girirlər axı. Mən bu bilsən necə bir şeydir, bax. Mən yolda da, maşın sürəndə də özümdə fikir vermişdim ki, yəni yolda da adamlar çox qəribə sürürlər, aqressiv sürürlər, hamı qabağa keçmək istəyir, hamı səndən daha tez getmək istəyir falan da. Mən nəyə şahid oldum? Biz bir şey dəyişə bilmərik. Yəni o güc bizdə yoxdur da ki, biz tək olaraq mən o adamlara uca söz deməyə də buraxdım da, dayandırdım. Heç kimə eşit demirəm. Keçdi qabağıma, keçdi gözləsin, mən götürüb gedəcəm də. Ya boş verməyi öyrənmək lazımdır. Fikir verməməlisən öz başının sakitliyi üçün. Ya da xəstə olacaqsan. Yox, ya da xəstə olacaqsan. Çünki mən fikir verdim ki, məsələn mən yolda, o görsən bax qabaqda mənim də hər gün getdiyim yolda, o yolu ancaq orada yaşayanlar gedir də %90. Amma ən sol zolaq sizin də 100% başınıza gəlib. Ən sol zolaq ancaq sola dönür. Düzdür? Onunla gəlir axıra qədər. Çünki bu birisilər dayanıb da, gözləyirlər. Onunla gəlir və o ən sol zolaqdan bir dənə sağa girir və bunu da həmişə bir şey kimi deyirlər də ki, gördün necə vaxt qazandım da, yəni yoxsa bu dəqiqə gözləyirdik. Məsələn, mən bir ara buraxmırdım. Yəni konkret əksinə gedirdim də bu şeyin ki, kimsə soldan qəza şərait yaradırdım. Dirəşirəm də bildim, bu maşını salmaq istəyir, mən qoymuram, salmaq istəyir, qoymuram və qəza şərait yaradırdım. Əsəblərim korlanırdı, o şüşəsini açır, mənə qışqırır, mən şüşəmi açıb ona qışqırıram. O sonra gördüm ki, mən psix oluram da o şey. Yəni mənim başım gedir. Mən söyürəm, bilirsiniz kimləri? Dərnəgüldə gəlir ən sağı tutur, gəlir oradan dibidən belə
O mən dediyim də soxur odur. özünü. Mən dediyim də Yox, odur. hələ biri də var ki, bu soxur. Bu görüb ki, bu özünü soxub, gəlir buradan, bir dənə də buradan belə eləyir. İndi mən sənə bir şey deyim. Mən o Hərəkəti göstərən. Uşaqlar, məncə boş vermək lazım. Boş Mən o verə söyüşü bilmirəm. üstümə götürürəm. Çünki niyə deyim mən sənə. Mən bir ara eləməyə çalışdım. Mən Okey, Öyrənərdin də söyüşdə. Sonra söyləyirəm. çünki mən bir neçə dəfə cəhd eləmişəm də ki, dayanım o sol iki zolaqda və gözləyim. Amma müəllim dayanamırsan. Oradan hamısı girir. Hamı gedir və sən yarım saat orada qalmaqdansa o tərəfdən keçə bilirsən. Mən də onu təklif edirəm ki, bu dəqiqə ya o həll olunursa olunsun, ya da hamı elə soxsun Allah. Yox, gəl bilsən neynəsinlər? Heç kim gözləməyəcək. Dərnəgül yolu Heydər Əliyev prospekti kimi olsun. Koroğludan girdinsə bir də 20 yanvarda çıx ya da o körpüdən də, yəni Bakum Ya olasın. bir dəyişdi Yəni, bir dənə o. Nəsə bu yox, amma sıra məsələsinə Hə, gəlir. bu yox nədir dayı? Bu da o da sıradır da, ay Emin. O da sıradır. Sən sadəcə orada Müəllim, avtomobillə gözləyirsən. biz- Bax yenə sıra mədəniyyəti. Bizim gücümüz və kiçik şeylərin gücü, biznes sahiblərinin gücü buna çatmır da. Yol söhbəti bizə dəxlisi yox. Ayına getsin, həll eləsin. Mən sırf birinci hardan başlamaq lazımdır? Məsələn, metro, marketdə, marketdə siz sıra, siz nə Yoxdur da, bilirəm. Sən Almaçıda niyə girirsən? saqqız almağa. 3 qəpiyə görə get. Yox, tam tərsi. Qiymətinə görə girmirəm ki mən ora. Provaya girib, yəni o boyda cəmaatın şeyinə girməkdənsə mən bir dənə saqqız almaq üçün Almarket 2 dəqiqə ekspresdir. Zaten bunun məntiqi odur. Girdin tez naxadı aldın, çıxdın. Qardaş, bu qoy da bir dənə dəmir qoy, uzun. Allah nə qədər uzun qoysan qoy. Fırlat baba bir dənə opşi gəlsin belə. Bir dənə belə ilan şey. İlan yes. Ya da cəhənnəm. Bir dənə yerdən bir dənə xətt qoy. Ki biz, mən insan olaraq göstərə bilim ki, vətəndaş olaraq. Burada dayan. Dayı, bax burada dayanmalısan. Məsələn, velosipeddə bunu eləyə bilmirdi. İndi velosiped sulağı var və indi velosiped sürəndə sən Sən bilməzsən. başını burax. Velosiped sulağı ilə Sən noise gedəndə cancellation-ı qoş. mənim kimi bir çox da cavan nə edirlər? Siqnalı sıxırsan ki, çəkil. Bura velosiped yolu, çəkil. Bozara bilirsən insanlar üstünə. O insanlar da çəkilir. Çünki bilir ki, haqsızdır, yerdə zolaq var. Sıraya da zolaq qoyulmalıdır. Burada dur yazılmalıdır qırmızı ilə. Mən dedim ki, dayı bax, metroda da eyni şey olmalıdır. Deyim bax, dayı bax. Çünki indi heç də deyəmirəm. Mən onu heç də sübut eləyəmirəm. Bir gedirəm də. Müşfiq Şahver DVD-yə Əsəbləşdim. Obanın reklamını çəksin o. Sıra Orada bir mədəniyyəti. dənə, Müşfiq onda süper Yoxsa qəhrəman başını olaraq dəyişsin də bir dəmir ya da başına bir dəmir bir şey tax. Başına bəlkə sıra taxsın. Şapka yoxdur, o bunun şapkası. Yox. Heç nə yoxdur. Heç Prosta nə yoxdur. müşfiqin Lütf var, başları. bir dənə belə quru belə başdır. Qalan Iron Man bədənində. Vəsən. Iron Man yoxsa Superman? Iron Man-dir. Belə burada Oban logosu adı var belə. Iron Man paltarına bir qırmızıları yaşıl eləyiblər də, oba eləyiblər. Keçən dəfə çox restoran yeməyə getdik. Heç restoranda yemək getdik. Bu dəfə yeməyə getmədik. Ki insanlar da bilsin ki, biz yeməkdən danışmırıq da, biz yemək yeyə danışırıq. Azərbaycanda məni ən narahat edən şey restoranlar barədə çöldə oturacaq yerlərin olmaması. Sən Avropa görmüş adamsan, sən Avropa görmüş adamsan, sən Avropa görmüş adamsan. Sən də oxşuyursan. Bu Müəllimlər, Avropada dirəksən Japonun da qabağına stol atırlar Polşada. Ki oturun. Lüboy pub'un çölündə oturacaq var. O Polşa o soyuqda mart ayından aprel ayından çölə atır stolu. Qazmaz olmuyor mu? Necə kutqayına oturub çöldə içsin. Azərbaycanda çayxanalar var ancaq çöldə bəzi. Məsələn pub yoxdur, restoran yoxdur çöldə. Mən yayda içəridə oturmaq istəmirəm qardaş. Və mən inanmıram bir çox insan ki, hava da Azərbaycanda normaldır, istidir yəni. Martdan zatdan polnu çöldə otura bilərsən sən yəni. Ki mən qış boyunca belə heç vaxt belə külək qiyamət olmadıqca içəri girmirəm. Həmişə çöldə oturmaq istəyirəm də. Bir dənə publar küçəmiz yoxdur. Var idi. Var? Bəli. İdi. O Liboy Avropa ölkəsində görmüsünüz də, o barlar küçəsi var. Məsələn İstanbulda da Kadıköy sokağı. Kadıköy barlar sokağı. Pub zamanı 3-4 dənə şey içəridə var. Sən içəri girirsən, içərinin də terası olur. Hə, arxada. Əlavə. Bizdə o məncə ancaq publara aid olan bir şeydir ki, onlarda yoxdur. Çünki coffee shoplarda, nə bilim restoranlarda hər yerdə var. O məncə publarla əlaqəli bir Bizdə şeydir. publar biraz içki sən kimi elə mən özüm ağzımda açım.
Çox sağ ol etirafı gəl. Ona görə də o O sən ikisi də adam deyil. İkisi də nəsə otuzdursun sən. Öyrənəsən də. Məsələn, mən həmin o Avropadakı küçələrdə də küçənin başında həmişə polis dayanır. Dayansın, qardaş, PPK dayansın, problem yoxdur. Çünki içkili insanlar dava eləmə ehtimalı çoxdur. Əhliləşəcəklər Allaha ki. Yəni o boyda Avropa əhliləşməyibsə, hələ də polisini əhliləşdirirlərsə, qoy bizdə də polisini əhliləşdirsinlər. Məncə olacaq. İndi o küçələri uca piyadalaşdırırlar oralarda. Mənə elə gəlir ki, ondan sonra o şey yaranacaq. Ora yenə maşınla girən var, mən əsəbləşirəm. Məsələn, sən Bilirsən hara, o şəklini çək at, paylaşaram. Leclerc'in bu qəza elədiyi yer var, o dön orada. Doğrudan o. Mən elə bildim zarafı deyil. Ora Olur maşın. veçli Çox olur. maşın girir ora bax. Ora hardan girirlər? O 100 manat 3 bal necə yazılmır onlara? Mən bir damcı nəsə eləsəm atama davayı su vermişəm, ona gedim də cərimə özümə gəlir. Sakin ol. Siz sakin ol ki, sən ağlayana gəlirsən. Yox, burasını saxla xahiş edirəm. Başla. Çox da. Problem həll edirsən, danışırsan, problem danışam da. Allah Elgizin verilişi zatdı bura. Bunu problem həll elə demişəm sən. Ağzımıza gələni danışırıq burada, deyir problem həll. İlgizin verilir. Mənə Antakoz. narahat edirlər. Mənə narahat edir. Girməsinlər ora. Mən orada belə boş-boş gəzmək istəyirəm, maşın görmək istəmirəm. Daçnikdə maşın görmək istəmirəm. Daçnikə gedirəm, bilmirəm adamla çimirəm, yoxsa maşınla da çimirəm. Müəllim, indi ölkənin belə deyək də, bu ölkədə belədir də. Yəni bəzi insanlar qapının ağzına qədər maşınla getməlidir. Yəni nətər deyim, o maşını sən oradakı maşınların hamısına qıraqdan baxıb bilirsən ki, onlar yəni belə adamlar deyillər də. Yəni, bizdə var da belə bir şey. Yəni bu çox təəccüblü bir şey deyil. Yəni o adam deyir ki, mən məsələn də mən tutaq ki, bu obyektin sahibiyəm, fərz eləyək ki, bilmirəm kimdir də, bu dəqiqə konkret bir nəfərdən söhbət gedir. Deyir ki, mən niyə maşınımı saxlamalıyam içəri şəhərdə, yuxarıda? Bura piyada düşməliyəm. Yəni bizdə elə bir ki, yanaşma belədir deyə mənə çox da qəribə gəlmir. Mən onu görəndə heyfslənirəm, pis oluram. Çünki bura piyadalaşdırılmış ərazidir də. Yəni belə piyadalaşdıranda belə deməyiblər də ki, bu 3 maşından başqa heç bir maşın girə bilməz. Deyiblər ki, bura maşın girə bilməz. Adam heyfslənir, amma reallıq da budur da, yəni. Qardaş, bununla bağlı mən həqiqətən başa düşə bilmirəm də. Bizdə o ən əvvəldən gəlir bu düşüncə tərzi ki, məsələn, maşın bomba şeydir. Universitetə girib dədəm mənə maşın alacaq. Məktəbi qurtardım, dədəm mənə maşın alacaq. Əsgərlikdən gəldim, dədəm mənə maşın alacaq. Maşın almışam. Indi nömrə deyərəm ki, o çıxar. Bir dənə dəxilsiz demək istəyirdim, yaxşı demədim. Yaxşı demədim. Hə, nömrəyə maşından daha çox pul vermək icazıdır. Siz nə danışırsınız ya? Avropada, yəni Avropa misal göstərmirəm. Yəni Allahın Türkiyəsində böyük adaya zada gedin, zordur ya. Maşın zada yoxdur. Bir dənə qəşəng velosiped, skuter kimi bir şey alsam, cəmaət özü üçün sürür. Hə, Azərbaycanda maşın almaq bir uğur göstəricisi, statusdur. Hə. maşın evlilik, elə o sıradadır da. Başa düşdün, iş, əsgərlik, maşın. Siz dəlisizsiniz. Maşın çox spontol bir şeydir. Bax, indi o qədər də Sən görək də. Yo, yəni maşın bir ehtiyac olduğu halda ehtiyacdır. Hə. Bilsən nəyə oxşur bu? Nəyə oxşur bu? Yox, ağıl var, məntiq var da. Məsələn, mənim tutaq ki, maşınım var. Amma bura metro ilə gəlib gedə bilirəm və daha sürətli başa gəlir də bu və daha ucuz başa gəlir. Məsələn, mən niyə maşınla gəlib getməliyəm? Yes. Amma bəzi insanlar var ki, onlar fikirləşir ki, mən metroya da yerimiyim, maşınım varsa mən niyə ümumiyyətlə yeriməliyəm? Abrat, Neftçilərdə yaşayıb, məsələn, Qarayevdə işləyirsənsə, sənin niyə maşının var ya? Sat da maşını. Sən nə qədər ziyan verirsən, yəni həm təbiətə. Təbiətin bizdən müqəddəs olmaması mənə çox incidir. Yəni, təbiət mövzusu mənə elə gəlir ki, bir Azərbaycanlı üçün çox qeyri-ciddi mövzudur. Çünki bu dəqiqə, yəni o bilsən hansı
inkişaf eləmiş ölkənin vətəndaşının problemidir. Başa düşdün necə? Yəni bu adam Xeyr, razı deyiləm. bu adam yəni başı qarışıb evinə yemək aparmağa. Siz bəzi Ona təbiət maraqlı deyil. Balidən Pələngin vloqunu izləyirdim o gün. İki ailə var, yaşayırlar. Deyir ki, buradakı insanlar karmaya inanırlar. Yaxşılıq gör, yaxşılıq elə. Və ona görə də hamının üzü gülür və yaxşılıq eləməyə çalışırlar. Çünki bilirlər ki, pislik eləsə qayıdacaq o üzrə. Necə bomba inancıdır? Bizdə amma inanc şeydir. Hörmət. Tamam, düz. Biləməyəcəm. Daqlı yaşam. Hə. Amma ki, məsələn, bəzi ona gedirəm, inkişaf etməmiş adalarda da təbiətə daha çox hörmət var. Ona gedirəm, bu Avropa ilə əlaqəli bir şey deyil. Bu adət-ənənəmiz yoxdur bizim. Nə bağışlı sözü kəsməm yenə. Söyürsən. Söz deyirəm, mən indi çıxarım ağzımdan belə. Siz Avropanın sinxron eləyin də. O sayəndə elə. və Avropanın indi böyük şəhərlərini çıx. Keç misal üçün məsələn Almaniyanın zadın kəndlərinə. Onlar hamısı eyni cür quruluşda yaranmış kəndlərdir, deyə balaca qəsəbələr. Mərkəzlərində bir meydan var, kilsələri var və ətraf böyük şəhərdir. Ağac deyilən şey yoxdur. Ora hər yer betonludur. Montenegro, Tiro çöl şəhərləri hamısı beton, ağac deyilən şey yoxdur. Bunlar sonradan ayılıblar. Mənə Berlin zad necə yaşıl şəhərdir də. Amsterdam yamyaşıldır. Bunlar sonradan məncə ayılıblar, onu eləyiblər. Yəni əvvəllər onlar da bizim kimi yaşayıblar. Razıyam. Yoxdur. Mənim bir Dipçək deyilən şey, dipçək qoyurlar qapıların ağzına ki, bir yaşıllıq görsənsin. Gəzər, bəs deyib, 1 saat oldu ki, məncə də bəs. Onsuz da biz də qayıtmalıyıq. Şunu dəqiqə durarıq ki, zamanı saxlayaq. Dünən o gün sən dedin, çəkilişin var, indi mənim. Mən Hansı o gün? Video axıra qədər baxmısan deyəsən. qardaşın play, mən bu bütün videolarına baxıram. Bu şey eləmir. Bespantovdur bu. Sənə zarafatsız like da qoyuram. Düz komment yazmadım keçən dəfə, amma komment də yazıram. Ki